Herkese salam. Bugün sizlerlə bir yerdə SMPS adaptörün işləmə prinsipinə baxacaq və üstündəki yoxlanışlar edəcək. İlk öncə deyim ki, bu SMPS adaptör xarab idi. Ancaq bunu düzəltmək məqsədilə, həm də sizə göstərmək məqsədilə videoya başlayırdım ki, ilk öncə yoxlama elədim və sadəcə burada TL431-i çıxarıb taxaraq məsələni həll elədim. Ya soyuq lehim var idi, ya da ki, isinəndə parça özünə gəldi. Bəzən bu dəyər itirir. Elə isə başlayaq. Demək, SMPS adaptör. SMPS adaptör nədir? Girişindən 220 verib buradan 12 volt almalıyıq. Bunda da normal şəraitlərdə buradakı indikator işığımız bizim yanılı qalmalıdır. Əgər yanıb keçmə varsa və ya ümumi yanmırsa, demək ki, çıxışda voltajımız da yoxdur. Və yaxud da yanıb keçirsə, çıxış voltajımız da həmin vəziyyətdədir. 220 buradan daxil olur. Burada bir ədəd sığorta görürsünüz. Sığortadan keçərək buradakı bobin və kondensator olmalıdır ki, burada. Onlarda filtr olunaraq digər DC tərəfə keçməlidir. Buradakı bobin bizim induktiv filtrimiz olur. Bobin burada görürsünüz. Həmin bu bobinin bənzəri burada olmalıdır. Və bir ədəd də kondensator olmalıdır. Paralel şəkildə burada gördüyünüz kondensator kimi. Bu kondensatordan həm induktiv, həm kapasitiv filtr olunandan sonra buradakı NTC müqavimətinə gəlməlidir. NTC müqavimətindən ardıcıl olaraq keçərək 220-mizin bir pini gəlib buradakı tam körpü diodumuza bağlanmalıdır. Tam körpü dioddan alternativ cəryan sabit cəryana çevrilir. Mən bunları izah edəyə də üstündəki ölçümləri də sizə izah edim. Multimetrimizi açıb müqavimət rejiminə alırıq. İlk öncə bura qədər bizim tam körpü diodumuza qədər girişdən tam körpünün ortasına qədər heç bir arada mane olmadan qısa dövrə göstərməlidir. Hətta qısa dövrəyi alım, sizə siqnal vasitəsilə daha rahat izah edim. Gördüyünüz kimi birində qısa dövrə var, digərində də var. Demək ki, bura qədər heç bir qopuqluq yoxdur. Buradakı sığortanı da yoxlaya bilərsiniz. Ancaq burada əgər qısa dövrə görürsünüzsə, demək ki, problemimiz yoxdur. Burada NTC müqavimət görürsünüz. NTC müqavimət də bura qədər əgər siqnal görürsünüzsə, NTC müqavimətin də üstündə heç bir problem yoxdur. Ancaq üstündə hansı dəyəri görməlisiniz? Bu NTC müqavimətə görə dəyişir. Məsələn, burada 6 ohmluq bir dəyər görürük. 6 ohmu da burada 5D yazılıb. Yəni ki, 5 ohmluq bir NTC müqavimətdir. 25 dərəcəlik hava şəraitdə. Nə qədər bu NTC müqavimət qızarsa, o qədər də ohmaj dəyəri yüksəlir. Nə qədər də soyuq olarsa, o qədər ohmaj dəyəri yüksələcək. Əstəğfurullah, nə qədər də istilik yüksəlsə, o qədər ohmaj dəyəri düşəcək. Demək ki, bizim otağımız 25 dərəcədən aşağı olduğu üçün bizim NTC müqavimətimiz 6 ohm göstərir. Ya da ki, 0,5-lik toleransa görə. Ondan sonra NTC müqavimət bir də burada nə işə yarır? Kondensatorımız yüksək tezlikdə şarj olub, yüksək tezlikdə də deşarj ola bilər. Buna görə ilk anda kondensator dolanda yüksək tezlikdə şarj olur. Həmin şarjın olarkən adaptörü ən çox taxarkən elektrikə bir çık deyə bir səs gəlir. O çık səsdən sonra neçə dəfə adaptörü taxıb çıxarsam belə artıq o səs gəlməyəcəkdir. Çünki həmin anda kondensator şarj olur. Və bu da şarjı normal, stabil etmək üçün NTC qoyulur. NTC-dən keçərək bir müqavimət dəyərinə uğrayır cəryan və limitlənir. Bir müddətdən sonra NTC-nin üstündə biraz temperatur yaranandan sonra müqavimətini aşağı salaraq buranın dövrəmizi rahat bir şəkildə bəsləyir. Ümid edirəm ki, bura qədər heç bir problem yoxdur. İndi keçək DC tərəfimizə. Körpü diodumuzdan başlayarıq. Körpü diod görürsünüz və burada körpü diodun üstündə yazılar var. AC və müsbət mənfi. Bu o deməkdir ki, alternativ cəryan ortaq xəttlərdən girərək fərqi yoxdur ya sağ ya sol. Yəni 0 fazanın fərqi yoxdur yeri dəyişmənin. Burada müsbət həmişə alacaq, buradan isə mənfi alacaq. Demək, bunu diod rejiminə qoyaraq ki, diod rejimindədir onsuz, ölçümlərimizi edək. Demək, mənfimizi bir tərəfə qoyuruq. Əgər müsbətimizdən bir tərəfə dəyər alsaq,
yəni müsbətə hara qoymuşuqsa, oradan dəyər alsaq ki, buradan ortadan da alarıq. Demək ki, mənfimizi qoyduğumuz tərəf, buradan da müsbətimizdən dəyər alırıqsa, mənfi tərəfimiz buradır. Tərs məntiq olaraq düşünün. Müsbəti ortaya qoyub mənfidən dəyər alırıqsa hansı tərəfdə, demək ki, müsbətimiz də o tərəfdə. Daha yaxşı zoomluyum. Gördüyünüz kimi 500 ohmluq 700 ohm da ala bilərsiniz. 700 əslində 0.7 volt və ya 0.5 volt dəyişə bilər, yəni körpü diodun içindəki dirəncə görə. Bir dəyər almalısınız. Tərsinə də heç bir dəyər almamalısınız. Məsələn, müsbəti bura qoyub, mənfini bura qoysam heç bir dəyər almamalısınız. Əgər bir dəyər alırsınızsa, demək ki, dövrəmiz xarabdır. Buradan da mənfini qoyub yoxlayıram. Digər tərəfə qoyuram. Görürsüz, dəyər var. İndi müsbəti bura qoyub mənfini bura qoyuram. Heç bir dəyər yoxdur. Əgər dəyər olsaydı, demək ki, bu xarabdır. Sizə həm bu komponentləri tək-tək yoxlamağı, həm də ki, ən asat yolla necə yoxlanış eləyə bilərik, bunu göstərəcəm. Sonra keçirik buradakı əsas ana komponentlərimizə. Ana komponentlərimiz burada MOSFET-imiz, sürücümüz, Schottky diodumuz, optokuplörümüz və kondensatorlarımız, buradakı diodumuz bizim əsas xətalarımızı verə biləcək dəyərlərdir. Digər rezistorlara falan sonra baxarıq. Burada diodlarımızdan başlayıb yoxlayaq. Bir tərəfə diodun mənfi tərəfi buradakı ağ zolaqdır. Mənfiyə qoyanda düzgün olaraq dəyər görməliyik. Tərsinə heç bir dəyər görməməliyik. Burada bir ədəd yenə diodumuz var. Mənfi tərəfi buradır. Bura bir dəyər görməliyəm. Tərsinə ya heç bir dəyər görməməliyim, ya da yüksək miqdarda bir dəyər görürəmsə, demək ki, hansısa bir rezistorumuz paralel olaraq bağlanılıb. Ondan sonra keçirəm buradakı Schottky diodumuza. Schottky diodun mənfisini ortaya qoyaraq, müsbətini də buradan ölçümlər eləyirəm. Beş dəqiqəmiz düzəldiyi üçün multimetrəmiz bağlandı. Yenidən açıb qısa dövrəyə alıram. Qısa dövrə ilə diod rejimi 1-dir deyə mən hamısını burada ölçürəm. Gördüyünüz kimi 1.5, 1.5, 3 volt və ya 2 volt bu cür dəyərlər almalısınız. 0 dəyərini almamalısınız və yaxud da ki, çox yüksək dəyərlər almamalısınız. Təxminən 3 volt arası bir dəyərlər almalısınız. Bu da Schottky diodumuza görə dəyişir. Sonra keçirik MOSFET-imizə. MOSFET-imizdə qısa dövrə dəyəri qətiyyən almamalısınız. Əsasən də MOSFET xarab olanda qısa dövrə dəyəri verir. Gördüyünüz kimi burada kondensatorumuz zaryadka yığır deyə bu cür dəyər görürsünüz. Getdikcə yüksələr. Tərsinə qoşanda bir dəfə bip səsi gəlir. Bir dəfə dəyər gördük, bip səsi gəlmədi. Ancaq bu bizi aldatmaz. Bu kondensatorun şarj olduğudur. Gördüyünüz kimi sadəcə normal diod dəyərləri görürük. Qısa dövrə görmürüksə, demək olar ki, bizim MOSFET-imizdə problem yoxdur. Bəzən də açıq dövrələr ola bilər. Bunu da gələcək videolarımızda MOSFET-in tək yoxlanışı necə olmalıdır datasheetə baxaraq bunu anladaram ayrı videoda, videomuz uzanmasın. Sonra keçirik buradakı inteqrəmizə. İnteqrənin birinci olaraq datasheetinə baxmaq lazımdır. Əgər datasheet yoxdursa, qısa dövrələrə baxacaq. Bütün ayaqlarda bəzən inteqrələr olur ki, buradakı 4 ayaq bir-birinə birləşik olur. Bunu da altdan baxa bilərik. Heç biri bir-birinə dəymirsə, demək ki, qısa dövrə görmə şansımız çox azdır. Diod rejimində bir ayağımıza qoyuruq, digərindən bir-bir yoxlayırıq. Hər birində bir diod rejimi görməliyik. Və yaxud da ki, açıq dövrə görməliyik. Qısa dövrə görməməliyik qətiyyən. Əsasən də datasheetə baxıb bunu dəqiqləşdirməliyik. Mən bu dəqiqə sizə təhlükəsiz variantda yoxlanışı göstərirəm.
Yəni adapterimiz tamamilə keçili ki, mütləq adapteri keçirdəndən sonra buradakı kondensatoru bu cür şəkildə karotka elətdirməlisiniz. Yoxsa bu kondensatorun içində olan yük 300 volt sizin əlinizi dəysə birbaşa deşarj olacaq və sizi 300 volt vurmuş olacaq. Təhlükəlidir. Buna mütləq diqqət edin. Sonra digər komponentləri də ölçməyi üzdən göstərim. Buradakı optokuplörün ümumiyyətlə qısa dövrü görməməliyik. Gördüyünüz kimi 7 volt bir voltaj gördük. Digər tərəfimizdə də bir voltaj görməliyik. Bir tərəfindən isə görməməliyik. Əslində burada görə də bilərik, çünki dövrəmizə bir rezistorla, başqa bir yolla və yaxud da ki, buradakı TL üstündən görə bilərik. Bəzən TL istifadə olunmur. Burada isə optokuplörümüzü yoxlayarkən bir tərəfə dəyər görüb, digər tərəfə görməməliyik. Buradakı bir tərəfə gördüyümüz dəyər 1.7 volt. Bizim optokuplörümüzün üstündəki LED-in dəyəridir. Onu da mən sizə çəkim göstərim, optokuplörün içi necədir. Bu cür optokuplörümüz var və 4 dənə ayaq çıxır. Bunun bir tərəfi LED, digər tərəfi isə tranzistordur. LED bu cür diod işarəsi çəkdim. Çox pis çəkdim bu diod işarəsini. Normalda biraz yandan çəkim böyük versiyasını. Əslində belə çəksəydim daha yaxşı olardı bunu. Biraz əyri çəkdim. Qaralayım, biraz oxşasın. Bu cür bir diod işarəsi var. Diod da tək tərəfə keçirici olduğu üçün biz bir tərəfə dəyər görüb, digər tərəfə isə dəyər görməməliyik. Buradan dəyər görəndə buradakı əslində LED yanır. Əslində buradakı tranzistorumuzu, burada da bir tranzistorumuz var. Və bu tranzistorumuzu keçirici eləyir. Əslində buradan bir dənə multimetrdən ölçüm eləyib və yaxud da 1.5 volt, 1.7 volt civarı versə, buradakı tranzistorda artıq diod dəyər görəcək. Açıq dövrəyə yaxın bir dəyər görəcək. Burada isə bizim inteqramızın, yəni inteqranı da sizə yaxınlaşdırım, göstərim. Üstündəki rəqəmləri oxuya biləsiniz. C-ri 6842 inteqrəsidir. Bu inteqramiz bizim bu cür şəkildə baxarkən, yəni bax buradakı çəntik görürsünüz. Bunu zoomlayım sizə. Burada çəntik görürsünüz. Bu çəntik bu cür baxarkən ayaq sıramız bu cür şəkildədir. Həmişə bu cür korpuslarda ayaq sırası necə gedir? Düzünə baxanda 1, 2, 3, 4, qarşısında 5, 6, 7, 8 olaraq gedir. Demək, birinci ayağımız GND ayaqdır. GND ayağımız gəlir, düşür bizim bu ayağımıza. Biraz yaxınlaşdırın, yan-yana göstərim sizə, multimetri kadrajdan çıxaraq. Bu ayağımız mənfidir. Gedib mənfiyə bağlanmalıdır. Arxasını çevirib baxırıq. Görürük ki, həqiqətən gəlir buradan mənfiyə bağlanır. Burada feedback ayağımızdır ikinci. Bunun tam altındakı, bax, bura feedback ayağımızdır. Bu da gedir rezistordan bağlanır optokuplörün ayağına. Bizim geri bəsləməmiz eləyir. Burada V-in, voltaj in, burada gəlir bir rezistora bağlanır. Voltaj in bizim girişimizin, burada gərginlik bölücü rezistor istifadə ediblər ona görə. Voltaj in bizim bu çipimizin ilk başda çalışması üçün lazım olan voltajdır. Yəni burada ilk başda kondensator zaryadka olunanda bir müqavimət vasitəsilə gərginlik düşərək gəlir voltaj inimizə. Voltaj inimizi bəsləyir. Sonra R-I ayağımız var. R-I ayağımız isə bizim frekansımızı belirləyən ayaqdır. RT isə gəlir bax buradakı NTC-yə bağlanır. Bizim temperaturumuzla inteqramizi xəbərləşdirən ayaqdır. RT ayağında əgər temperatur çox yüksəyə keçsə qorumaya alır. Sens ayağı isə buradakı bir müqavimət görürsünüz tam olaraq. Sizə göstərim o müqavimət burada.
bu müqavimətin ayağına bağlanır. Bu müqavimət isə üstündən bu transformatorumuzu bəsləyərkən keçən axında müqavimətin üstündə bir voltaj dəyəri qalır. Kiçik 1 volt, 2 volt civarında çox kiçik bir voltaj dəyəri qalır. Yəni məsələn multimetrin sağ və solundan buradan dəyərlər oxusaq, bir ucunu bura, bir ucunu bura, bir dəyər görəcəyik, bir voltaj görəcəyik. Həmin voltajla bu siqnal alır, həmin yəni voltaj oxuyaraq siqnal alır, çıxış axınını nizamlayır. Burada nə qədər yüksək axın çəkilsə, bunun üstündə qalan voltaj o qədər çoxalacaq. Həmin o çoxalmanı bilərək çıxış axınını hesablayır. VDD ayağımız isə bizim əsas bəsləmə ayağıdır. Yəni bax burada transformatorun ana sarğılarıdır, bəsləmə. Burada isə geri bəsləmə sarğılarımızdır. Bax bu geri bəsləmə bizim inteqremizi sürmək üçün lazım olan bir çıxışlarımızdır. Burada görürsünüz 2 dənə sarğı uclarımız var. Buradan artıq 16 volt, 17 volt, 20 volt nə istəyirsə Allah verəndən 16 voltdan açılır. 16 voltdan gəlir bəslənir. VDD ayağımız birbaşa artıq daimi olaraq bəslənərək dövrəmizi işlədir. Gate ayağımız isə bizim MOSFET-imizin gate-indən gələrək MOSFET-imizin gate-inə bağlanır. MOSFET-imizin gate-ini sürərək bu MOSFET-imizi açıb bağlayır, dövrəmizi işlətməyə başlayır. Yəqin ki, burada bütün ayaqların anlamını bildiniz. Burada da data sheetinə baxaraq, data sheetin Azərbaycancaya, hətta translate birbaşa PDF-ini ataraq Azərbaycancaya çevirib oxuya da bilərsiniz, əgər ingiliscə bilmirsinizsə. Yəni mən ən çox onu eləyirəm, Azərbaycancaya çevirib oxuyuram, hətta süni intellektdən kömək də ala bilərsiniz ki, bu ayaq nə üçündür. Burada isə bir ədəd TL431-imiz var. TL431-imizi oxuyarkən normalda sağlam bir TL431-in orta ayağına müsbəti qoyarkən diod probunda hər iki yanında eyni dəyərləri almalıyıq. Bunu da çıxardıb ölçmək daha faydalıdır. Çünki dövrənin üstündə yanlış dəyərlər görə bilərik. Baxıram. Ortasına müsbəti qoyuram və yanlardan dəyər oxuyuram. Gördüyünüz kimi 600. Burada isə 1200 dəyərini görürəm. Əslində bu sağlam bir dəyər deyil. Mən də bu dövrəni onun üçün əslində gətirmişdim. Burada problem var idi. Sadəcə lehimlə isidərkən o problemimiz müvəqqəti olaraq aradan qalxdı. Bilmirəm, bəlkə də sonra yenidən problem verəcək. Bu data sheetimizi yenidən açacağım. Üstündəki voltaj dəyərlərini kiçik bir şəkildə sizə göstərərək. Başqa bir videomuzda da üstündəki voltaj dəyərlərindən sağlamlıq testini necə görə bilərik, bunu geniş şəkildə izah edərik. Sadəcə bu videomuzun mövzusu uzanmasın. Demək, əsas ana komponentləri biz öyrəndik. Ana komponentlərdən qaldı bizim kondensatorlarımız. Kondensatorlarımızı bu cür qısa dövrə rejimindən ölçərkən mütləq deşarj eləyərək ölçün. Tərsinə bir dəfə dəyər görüb heç bir dəyər görməməyimiz lazımdır. Görürsünüz, bir dəfə zaretkaya yığdırıram. Hətta biraz da saxlayım. Sonra tərsinə bir dəfə dəyər görürəm. Bax, biraz da belə saxlayıram. Vuranda bir dəfə bip səsi gəlir, dayanır. Bu o deməkdir ki, kondensatorumuz zaretka olunub boşalır. Qısa dövrə dəyəri qətiyyən görməməliyəm. Kondensatorumuzun altında və üstündə şişmə varsa, demək kondensatorumuz xarabdır. Hər demək olar ki, SMPS adapterların ən güclü problemidir. Çıxış kondensatorunda şişmə. Əgər başında və ya altında şişmə varsa, demək həmin kondensator xarabdır. Çıxış kondensatorumuzu da altdan ölçürük. Görürsünüz, bir bip səsi gəlir, dayanır. Bu dəyərlər yüksəlirsə, demək kondensatorumuzun zaretka olunur. Tərsinə də bip səsini eşidəcəyik və təzədən dəyərlər yüksəlməyə başlayacaq. Tərsinə zaretka yığır. Yenə bip səsi gəldi, yenidən zaretka yığmağa başlayır. Bu vəziyyətdə kondensatorumuz sağlam hesab oluna bilər. Təbii ki, LCR metrə ilə kondensatorumuzun tam ölçümünü eləməliyik ki, nə qədər sağlamdır onu görə bilək. Burada zener diodumuz var.
zener diodumuzu ölçərkən normal diod kimi bir tərəfə dəyər göstərərkən digər tərəfə dəyər göstərməməlidir. Burada amma 22 göstərir hər iki tərəfə. Bunun səbəbi bu bir tərəfdə 21 göstərir çünki diodun özü də var. Diodun özünün üstündə bir dəyər var. Buradakı rezistorumuza paralel bağlanmasıdır. Yəni bunu çıxarıb söküb yoxlamaq daha düzgündür. Əgər bu cür bir dəyər görürsünüz və şübhələnirsinizsə, buradakı diodu çıxararaq mənfi tərəf, yəni qara zolaqlı tərəfdə müsbətə qoyanda bir dəyər görüb, digər tərəfə heç bir dəyər görməmək lazımdır. Tərs bir şəkildə voltaj keçirir zener diod. Ən çox voltaj regulyator olaraq işlənilir. Bəzənsə dövrələrdə adi diod kimi də işlənə bilir. Əgər burada bir qısa dövrə dəyəri falan görürsünüzsə, zener diodumuz demək ki, yanıb. Çox az ehtimallarda zener diodda yanma olur. Burada əsas bizim V-inimizi bəsləyən bir kondensatorumuz var. Bu kondensatorda da xarablıq olsa, yenə çıxışımızda dalğalanmalar görə bilərik. Çünki qısa dövr falan olsa və ya qısa dövrə yaxına bir müqavimət dəyəri olsa, bəsləməmiz tam sağlam olmayacaq və dövrəmiz yanıb sönəcəkdir. Demək olar ki, üstündəki komponentlərin əsaslarını bitirdik. Müqavimətlərdə isə müqavimətlərin oxuma kağızını açaraq rəng oxuma ilə öyrənib əsasən üstündəki hansı rəng. Məsələn, burada 2 qırmızı, 1 qara var. 220 ohm görməliyik. Məsələn deyirəm. Burada ohm qədəməsini alıb, yox 22 ohm əstəğfurullah, çünki qaradır bu. Sıfırdır, yəni 22 ohm görməliyik. Burada da 22 ohmumuz görürük. Əsasən sizə ilk başdakıları bilmək kifayət edəcəkdir ki, çıxışda nə görməliyik. Burada isə karışni qara var. İlk dəyərini 10 görməliyik. Sonra isə qırmızı 2-0'dır. Burada K görürük. Yəni 1 K-lıq bir müqavimət dəstəsində sadəcə 0.5 toleransla 1 K-nı oxumuruq. Başqa bir müqavimətimizə keçirəm. Gördüyünüz kimi burada meqomluq bir dəyər görürəm. Həqiqətən də çıxışımız yaşıldır. Yaşıl yüksək bir dəyər olduğu üçün meqom dəyəri görməyim normaldır. Bu cür daş direncim var. Daş direnci ölçəndə çox vaxt daş direncilərdə kiçik dəyərlər görməliyik, amma bu 13K görürük, çünki normaldır. Arxasındakı narıncı işarədir. Buradakı əsas MOSFET-in çıxışındakı müqavimət çox aşağı bir dəyər göstərməlidir. 0,0 göstərir. Niyə? Çünki burada birinci dəyərimiz qızılıdır. Qızıl deyil, gümüşüdür. Gümüşü 0 nöqtə deməkdir. Bizim də multimetrimiz o qədər həssas olmadığı üçün burada artıq düzgün bir nəticə görmürük. Buradakı kondensatorlarımız hər saat xarab olan bir şeylər deyil, ona görə də çox deyinmək istəmirəm. Amma heç birində qısa dövrə dəyəri qətiyyən görməmək lazımdır. İndi isə dövrəmizi qoşaraq həm multimetrdə müəyyən ölçümləri, həm də ossilloqrafımızda olan dəyərləri görək. Mütləq bu cür dövrələri yoxlayarkən köhnə tip o spiralni lampa və yaxud da ki rezistorlu lampalardan alıb ardıcıl dövrə qoşun. Mən də bunu eləmişəm. Sadəcə bunu bir adapter qutusuna yığmışam. Adapter qutusunun içində əslində kiçik bir spiral lampa var. Və qısa dövrə olsa bu lampa yanır və məni xəbərdar eləyir ki, qarşıda qısa dövrə var və yaxud da bunun gücü çatmayacağı bir dövrə var. Əgər mən burada bir qısa dövrə eləsəm, buradakı lampamız yanacaq. Məsələn, giriş və çıxışı birbaşa olaraq qısa dövrə eləyim və bunu sizə göstərim. Bax, burada 220 volt var əslində. Ancaq mən bunu qısa dövrə eləyirəm. Görürsünüz, heç bir problem olmur. Ancaq buradakı lampanı da gəlin sizə göstərim. Buradakı çox yana çəkməliyik, belə baxıram. Artıq üstünə bir şey qoyum, çünki niyəsə adapterimiz dirəşib. Bax, buradakı dövrəni qısa dövr eləyərkən
Gördüyünüz içindəki lampa yanır. Yəni heç bir partlayış olmur. Siz də mütləq bu cür dövrələr ölçərkən ardıcıl lampa ilə qoşun. Yəni dövrəmizə bir qənət birbaşa gəlməlidir, digəri çerez lampa ilə gəlməlidir. Çerez də dediyim, yəni ardıcıl olaraq lampa ilə gəlməlidir. İndi dəyişən cəryan probundan burada dəyişən cəryan görməliyik. Əgər sığortamız patlaq deyilsə. Gördüyünüz kimi 257 volt oxuyuruq. Sonraki ölçüm probumuz burada sabit cəryan olmalıdır. Sabit cəryandan burada 300 voltdan yuxarı dəyər görməliyik. 310 volt görürük kondensatorun ayağında. Və sonra əsasən bizim ölçüm yerimiz olacaq çıxış. Çıxışda əgər hansısa bir dalğalanma və yaxud da ki heç bir dəyər görmürük və yaxud da ki düzgün dəyər görürüksə, artıq bu bizə örnək olacaq. Burada 12 volt görürük. Yəni adaptörümüzdə problem yoxdur. 12 voltluq adaptördir. Bu adaptörümüz 12 volt və 12 voltu gördük. Əgər çıxışda 5 volt, 6 volt gedib gəlmələri olsa, nələrdən şübhələnməliyik? Regulyator dirənci varsa, ona baxmalıyıq. Regulyator dirəncini tərpədib yenə yoxlamalıyıq. Buradakı TL431-i yoxlamalıyıq. Buradakı çipimizin giriş ayağını yoxlamalıyıq. Qidalanmada bir problem varmı? Və yaxud da buradakı kondensatorumuz qısa dövr olarsa, üstündə yük itirdiyi üçün, hətta toplamadığı üçün və itirdiyi üçün dövrəmiz gücə düşüb yüksək axından qorumaya keçəcək. Və yaxud da ki, buradakı NTC dirəncimiz düzgün dəyərdə olmasa, yüksək istilik göstərib buradakı dövrəmiz qorumaya keçəcək. Çox qorumalarımız var. Bunlar da inteqrədən inteqrəyə görə dəyişir. Yəni hamısında eyni deyil. Düzgün bir SMPS adaptördə hansı çıxışları görməliyik? Demək, buradakı voltajı yoxladıq. Buradakı voltaj MOSFET-imizin ayağında da olmalıdır. MOSFET-imizin giriş ayağına baxırıq. 331 volt. Çıxışa baxırıq. Gördüyünüz kimi kiçik bir dəyər var. Ancaq mənfi ilə baxanda 310 volt da burada görürük. Bu o deməkdir ki, həm sarğımızın üstündən gəlir, keçir, MOSFET-imiz işləyir. Buradakı qeyd ucuna baxırıq. Qeyd ucunda çox kiçik bir voltaj var və dalğalı olduğu üçün, hətta adaptörümüz boşda olduğu üçün çox kiçik bir dəyər görürük. Burada əslində negativdən ölçüm edib bir dəyər oxumalıyıq. Ancaq oxuya bilmirik. Bu o deməkdir ki, yəni o demək deyil, yəni dövrəmiz işləmir. İşləyir. Bunu da çıxış işığından, indikator işığından rahatlıqla görürük. Ancaq çox kiçik bir voltaj dəyəri görürük. Bunu biz osiloqrafımızdan oxuyacağıq. Çıxışda bir voltaj görməliyik. Çıxışdakı voltajı gördük. Buradakı inteqrəmizin çıxış ayaqlarına baxaq. inteqrəmizin data sheetini açırıq, gətiririk, qoyuruq bura. Demək, birinci ayağımız GND ayağımızdır. Demək, GND-imizdən biz nə görməliyik? GND-imizdən onsuz GND-ni görəcəyik. GND-imizi ona görə alırıq. Bunu kart üstündə GND ilə bunun əlaqəsi varmı deyə yoxlaya bilərsiniz. Mən birbaşa GND-ni buradan alıram. Sonra VDD və VIN ayaqlarına baxıram. Bunlarda voltaj dəyəri görürəm. Demək, VDD-yə, VIN-ə baxıram, əstəğfurullah. 17 volt var. Sonra VDD-yə baxıram. 12 volt var. 12 voltdan onsuz biraz aşağı olsa artıq inteqrəmiz qorumaya keçəcək. Aşağı voltdur deyə. 12 voltumuzda var, stabil gəlir. Problem yoxdur. inteqrəmizdə dayanmır. Sonra sens ucuna baxırıq. Sens ucu axın ucudur. Axın ucunda da əslində kiçik bir voltaj dəyəri görməliyik. Ancaq adaptörümüz boşda işlədiyi üçün çox kiçik olub görməyə də bilərik.
Demək, axın ucumuz VDD-dən bir sonraki ucdur. Müsbət tərəfindən oxuyuruq. Burada mənfi tərəfindən oxuyuruq. Çox kiçik bir dəyər var. Sadəcə bunu oxuya bilmirik. Çünki adapterimiz boşda işləyir. Sonra RT və RE. RT və RE onsuz bir baxaq hansı bir dəyərləri görürük. Burada çox da önəmli deyil dəyər görməyimiz. Demək 1.9 volt görürük RT-də. RE-də isə 2 volt dəyəri görürük. Bir də feedback ayağımız var. Bizim ən önəmli ayağımız. Feedback-i ölçüm edərkən 1.5 volt görürük. Çıxışda əgər yük alsaq, feedbackdə mütləq dəyişmə görməliyik. Əgər çıxışda dəyişkənlik görürsünüzsə, feedback ayağında heç bir problem yoxdur. Çəkirik ölçümləri. Burada da yenidən açıb bir şey də göstərim. Demək, GND ucumuz deyəsən burada olmalıdır. Gördüyünüz kimi burada 12 volt dəyəri görməliyik çıxışdan. Burada isə giriş var. Girişdən heç bir dəyər oxumuruq, çünki bir alternativ cərəyan var. Biz isə sabit cərəyan rejimini ölçürük. Kondensatorlarımızın ayağından da onsuz buradakı ayaqlar eynidir. Yəni çıxışdan birbaşa ölçə bilərsiniz. Demək, bu tərəflərdə heç bir problem yoxdur. Multimetrlə adapterin üstündə bu dəyərləri görməlisiniz. İndi isə keçək osiloqrafımıza. Burada rahat oxumalar aparmaq üçün osiloqrafımızı yana qoyub biraz da kameranı uzaqlaşdıracağam. Osiloqrafımızın burada mənfi tərəfini oxumaq üçün istifadə olunan pini gəllə mənfi proba bağlayıram. Probla ölçüm aparmaq üçün. Buradan isə müsbət siqnalları görəcəm. Əsas siqnalları buradan oxuyuram. Bu isə bizim ground ayağımızdır. Osiloqrafımızı açırıq. Giririk. DC voltajda 100 voltdan ölçüm edirəm. Probum 10x-dədir. Mütləq siz də 10x-ə qoyun və burada da osiloqrafımızda da 10x-ə ayarlıdır. Demək, birinci alternativ cərəyanı ölçürəm. Alternativ cərəyanı ölçərkən, yəni bax, bu dəyişən cərəyandır. Dəyişən cərəyanı gördüyünüz kimi bura 50-yə gətirim. Dəyişən cərəyanın siqnalını görürsünüz. Biraz oxumanı sürətləndirib. Biraz da azaldım. Gördüyünüz kimi sinus dalğasını siz gördünüz. Girişimizdə heç bir problem yoxdur. Burada sabit bir dəyər görməliyik. Heç bir titrəmə falan görməməliyik. Gördüyünüz kimi sabit cərəyan tam olaraq sabit bir şəkildədir. Oxuma sürətimi getdikcə yavaşladım. Hər hansısa oynamalar olsa mən burada görəcəm. Gördüyünüz kimi heç bir oynama yoxdur. Çox gözəl kondensatorumuz filtrə eləyir. Kondensatorun müsbət ucundan buradan siqnallarımızı oxuyuruq. Amma burada siqnal oxuma sürətini sürətləndirməliyəm. Qoyuram 50 nanosaniyə. Gördüyünüz kimi bir PWM siqnal gördüm artıq mən. Mənfi ucdan da digərindən görməliyəm. Yox, görməməliyəm. Əstəğfurullah. Bir tərəfdən görüb, digər tərəfdən görməməliyəm. Mənfi ilə müsbətin yerini dəyişsəm, sadəcə siqnalın yönü dəyişəcək. Gördüyünüz kimi müsbət bir dalğalanma görürsünüz yuxarıda. Burada isə bizim gate ucumuz var. Gate ucunda isə həmin siqnalın daha kiçik voltajını görməliyik. Gördüyünüz kimi bir siqnal dəyəri görürəm.
Biraz da kiçildirəm. Oxumanı çoxaldıram. Gördüyünüz kimi bir siqnal dəyəri görürüm. Buradakı kilohertzlərə diqqət edirik. Görürsüz bir dənə siqnal dəyərim var. Ara-ara gedib gəlir. Baxın 2 kilohertzdən adaptörümüz işləyir. SMPS adaptör üçün 2 kHz çox aşağı dəyərdir. Birinci mənim bu da yanıltdı. Ancaq inteqra haqqında araşdırma aparanda bu inteqra ekonom inteqradır. Çıxışdan heç bir yük çəkilmirsə, frekansımızı aşağıda tutur. 2 kHz-də tutur. Ancaq çıxışdan yük çəkilsə, frekansımız dəyişəcək, yüksəyə qalxacaq. Biz çıxış ayağından birbaşa birini bura qoyuruq, birini isə bura qoysam yəqin ki bir dəyər görməliyəm. Gördüyünüz kimi çıxışın siqnalıdır. Osiloskopuma mən zoomda saxlayım. Görürsüz çıxışın siqnalıdır. Çıxışda siqnal uçum var. Və inteqramın üstündən siqnal uçlarını oxuyun. Inteqranın feedback, VIN, VDD, GND, ondan sonra hətta sense ucu hər birində eyni dəyərlər görməliyəm. Sadəcə bunu dəqiq olaraq ölçmədiyim üçün sizə də həm göstərim, həm də özüm burada görüm deyə RI ucunu ölçəcəm. Əslində burada sabit bir dəyər görməliyəm. Amma hər hansı bir siqnal görürük, görmürük, bir yerdə baxaq. Görürsünüz bir sabit dəyər var, voltaj dəyəri var. Bu voltaj dəyərinlə inteqraya bildiriş verib frekansımızı dəyişdirə bilirik. Ondan sonra burada bobinlərdən də ölçümü apara bilərsiniz. Bobinlərdən də siqnal dəyəri görə bilərsiniz, ancaq ehtiyac yoxdur. Tərsinə çevirib ölçməliyik. Bir də mənim buradakı xalçam dielektrik olduğu üçün mən rahat bir şəkildə bu cür qoymuşum. Ancaq bunun altında dövrə yolları olduğu üçün hansısa bir keçirici bir yerə birbaşa olaraq qoymayın və yaxud da ki altını təmizləyin, ondan sonra qoyun. Ola bilər ki bir dəmir parçası falan qalar. Demək bütün ölçümləri apardıq, bütün ölçümləri gördük. İndi nəyə baxmaq istəyirəm? Buradakı frekansda biz dəyişmə olacaq dedik. Burada görürsüz. Voltajımı yuxarı çəkim. Burada bir PWM siqnal görürük. Bu PWM siqnal dəyişir. Necə dəyişir? Burada görürsünüz 27 kHz. 27 kHz o parazitlərin yaratdığı bir dəyərdir. Həmin parazitlərin yaratdığı dəyərlə elə necə frekansımızda dəyişiklik olur yüklənmədə və yaxud da ki adaptör sönmək istəyəndə bunu müşahidə edirik. Burada müsbət tərəfimizi taxırıq. Buradan siqnalımızı oxuyuruq. Adaptörümüzü də söndürürük. Adaptörümdən bir yüngül varı çıxarım. Təkərlə çıxara bilməyəcəm. Görürsüz, bir dənə dəyər görürsüz və 27 kHz dəyərini oxuyursunuz. Adaptörü çıxartdığım an 40 kHz, 45 kHz və oradakı tezliklərində dəyişdiyini görürsüz. Bu o deməkdir ki, bizim inteqramiz gücə düşəndə frekansı çoxaldaraq çıxışda daha yüksək axının çıxmasını və həmçinin adaptörü yenə bərk taxdım. Buradakı PWM dalğalanmasını genişlədərək 10 qalma müddətini çıxışımızdakı voltajı çoxaltmaq istəyir. SMPS adaptörün üstünü bütün komponentləri ölçdük. Çıxış voltajlarına baxdıq. Çıxışı, girişi,
gate ucunu, drain və source ucunda nəyə görməliyik? Multimetrlərimizdə, oscillografımızda nələri oxumalıyıq? Bunların hər birini gördük. Problemlərimizi də əgər ümumiyyətlə sürülmə yoxdursa, burada 300 voltu gördünüz. Sürülmə yoxdursa MOSFET-i yoxlayın. Buradakı inteqrəmizi yoxlayın. İnteqrənin data sheetinə baxın. Data sheetə uyğun dəyərlər görmürsünüzsə, inteqrədə qısa dövrə olmamalıdır. Demək olar olmamalıdır. Ola bilər 2 dənə GND xətti falan olsun. O da çox zaman bu adapterlarda olmur. Bəzən isə 4 dənəsi, əsas LED adapterlarında 4 dənəsi birləşik olur. Bəzən necə ayaqları görə bilərsiniz. Necədə heç bir dəyər görməməlisiniz. Boş ayaqlardır. Əgər qısa dövrə yoxdursa, GND hər biri ayrı-ayrı bir vəzifələri varsa, yaxın diod dəyəri görərsiniz, uzaq diod dəyəri və yaxud da açıq dövrə görərsiniz, amma qısa dövrə görməməlisiniz. Buradakı komponentlərimizi yoxlamaq asandır. Buradakıları yoxlayacaqsınız, tapacaqsınız. Buradakı əgər yerimiz hər biri işləyirsə, 300 voltumuzu görürüksə, hətta buradakı diodumuzun üstündə də görürüksə, adapterımızdan kiçik bir parazit siqnalı gəlir, çıxışda gəlmirsə, çıxış kondensatora, buradakı körpü dioda baxın. Körpü diodumuz açıq dövrəsə, çıxışa heç bir voltaj verməyəcək. Onsuz çıxışa voltaj verməsə, bu adapterimiz düzgün işləməyəcək. Ola bilər ki, yanır sönür, yüngülvari bir titreşimlər varsa, buradakı kondensatorumuzu, TL431-imizi yoxlayın. TL431 ümumiyyətlə işləməsə də, yenə buradakı işıq yanıb sönəcək. Adapterimiz gücə düşmüş kimi işləyəcək. Və yaxud da ki, körpü diodumuzda problem olsa, çıxışda voltaj olmadığı üçün yenə adapterimiz yanıb sönəcək. Və yaxud da ki, ümumiyyətlə işləməyəcək. Demək, SMPS adapterinin üstündə bütün ölçümləri elədik. Ümid eləyirəm ki, hər şeyi başa düşdünüz. Nəsə bir sualınız olsa, yorumlar qisminə yaza bilərsiniz. Hər birinizə çox təşəkkür edirəm ki, axıra qədər səbirlə baxdınız. Ümid eləyirəm də videom faydalı olmuşdur və bu cür dövrələri təmir eləyənlər və yaxud da ki, eləmək istəyənlər üçün bir işarələr olmuşdur. Kömək oldumsa, nə xoş mənə. Siz də mənə dəstək olaraq mənə kömək ola bilərsiniz. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Hər birinizi çox sevirəm. Daha aydınlıq günlərdə görüşənədək nələri də yeni şəkildə öyrənsəm, nələri yoxlasam, bunu da sizinlə sevə-sevə paylaşacağam ki, mən bir şey biləndə sizə də nəyisə öyrədə biləm. Görüşənədək özünüzə yaxşı baxın.